Yeni gələnlər hər birinizi salamlayıram. Hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Yenə də bax belə bir dənə məlumat verirəm sizə, dəyərli dostlar, dəyərli izləyicilər. Bir çox torpaqlar haqqında məlumat verəcəm və qiymətlərini də deyəcəm. Şuvalanda akademiyanın arxasında 3,5 sot təmiz çıxarış, xüsusi mülkiyyət tikinti təyinatlı. Bir sotu 26.000 manata. Qaladan Şuvalan istiqamətinə yenə akademiyanın qabağına düz yol çıxır oradan, təzə yol. O yolun üstündə 200 metr, 300 metr içərilərdə deməli 12 sotda orada torpaq var 18.000 manatdan. Bir də var orada 10 sot torpaqdır. 7 sotunun kupçası var, 3 sotunun kupçası yoxdur. 135.000 manata da 130-135.000 manat civarında da o torpaq deyilir qiyməti. Əla da yerdir. Kim bağ salmaq istəyirsə super bir ərazidir, bağçın. Ümumiyyətlə ev tikmək kim istəyirsə qiyməti də yaxşı qiymətə çıxır. Və ondan sonra Binəbolluqda Mərdəkan yolunun üstü Bolluq massivdə 6 sot torpaq 110.000 manata deyilir. Yəni bir sotun 17.000 manatdan almaq olar. Bir də 3,5 sot. Bunların hamısı, dediklərimin hamısı çıxarışla olan torpaqlardır. Və buzovnada bu günləri bir dənə gözəl bağ çəkdim, dəyərli dostlar, dəyərli izləyicilər. Şağan tərəfdə ucuzvarı ev yoxdur ki. Şağan tərəfdə ucuzvarı yox, yalan deyərəm. Buzovnada Albalı yolu Ayda Parkdan giririk içəri. Deməli, ərazi olaraq orada Vişnovka gedir. Super yerdədir. 107 də elə oradan keçir. Marşrut xəttinə də yaxındır. 24 sotun içində bir dənə bağ evi də var. 300.000 manata opşi deyilir. Plus orada 12 sotda onu kəsib satmaq olar. 16 sotda kəsib satmaq olar. 3 sot, 4 sotda kəsib satmaq olar. Onun 6 sotun 170.000 manata deyilir.